Ötən il Aktau yaxınlığında vurulan Azal təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli bir ildən sonra öz işinə qayıdıb. Bununla bağlı Azal sosial şəbəkə hesabında paylaşım edib. Bəzən sözlər kifayət etmir, amma yol davam edir. J2 8243 nömrəli Bakı-Qrozno reysi Aydan Rəhimli üçün həyat yolunda yadda qalan bir an oldu. O, bugün yaşadıqlarını özü ilə daşıyaraq həyatın davam etdiyini anlayır, işini eyni diqqət və məsuliyyətlə icra edir. Paylaşımda deyilir. Qeyd edək ki, Aydan Rəhimli 1-ci dərəcəli Rəşadət ordeni ilə təltif olunan ilk qadın kimi Azərbaycan tarixinə düşüb.